Apple-dan gözlənilməz yeniliklər davam edir. Apple iOS 19 əvəzinə iOS 26-nı təqdim etdi. Bəs niyə görə 2025-ci ildə olmağımıza baxmayaraq iOS bizə 26 təqdim etdi? Yəni 25 olsaydı daha məntiqli olmazdı? Bütöv bu suallara məhz burada cavab tapacaqsınız. Bu Bronun xəbəridir və mən sizin yeni Bronuz Hilal Sultanov. Elə isə getdik. iOS 19 adının gəlməmə səbəbi, yəni iPhone-larda, Mac-lərdə, Apple Vision Pro-da, Apple Watch-da, bütöv markalarda hər birinin eyni ada sahib olması idi. Yəni belə deyək, Apple-ın digər markalarında, məsəl üçün Mac-lərdə, Apple Vision Pro-da, Apple Watch-larda başqa iOS sistemi adı ilə gedirdi. Amma Apple buna dedi ki, dayan, nə bir dəqiqə, belə olar, hərəsi bir dələdədir. Yəni bunu səliqəli eləyək, yəni. Bunun adını qoyaq bir dənə, olsun iOS 26. Qoy hamısını bir sıra ilə keçir. Əla, bu qəşəng, bu rahat. Yaxşı, bəs sual çıxır ki, 2025-ci ildə niyə görə sən iOS 26 adını təqdim edərsən? Apple buna da belə bir açıqlama gətirir ki, onsuz da 2025-ci ilin bitməyinə 3-4 ay qalır. Daha çox il 26-ya sərf olunur. Belə baxanda məntiqlidir. Ona görə də məhz iOS-un adı 26 olacaq. Yeri gəlmişkən digər oyunlarda, maşın markalarında da məhz elədir. Məsələn, maşın markası var ki, 2025-ci ildə olmağımıza baxmayaraq onu 26 adı ilə təqdim edirlər. Niyə görə? Çünki bu Apple-ın düşündüyü məntiqdən irəliləyirlər. Yaxşı, bəs iOS 26-da nə yeniliklər gəldi? Nədir axı bu möhtəşəm yeniliklər? Nədir o 1 saat 50 dəqiqə canlı yayımda YouTube-da verən yeniliklər? Biri və ən əsası 1 saat 50 dəqiqəlik möhtəşəm canlı yayımlarında dəfələrlə bəhs etdikləri şəffaf olmasıdır. Yəni ana ekranınız artıq necə ki son yenilənmədən sonra dark gəldi, daha sonra öyrəşdiyimiz Apple ikonlarını böyüdə bilirdik, kiçildə bilirdik, dark edə bilirdik. Bu dəfə dedilər ki, yox, bunu şəffaf eləyək. Qoy bu da şəffaf olsun, amma görünüşdən necə deyək, yaxşı görsənir, maraqlı görsənir, amma görək bu təbii ki istifadə zamanı nə qədər yaxşı olacaq. Bilirsiniz ki, təqdimat zamanı ilə istifadə etdiyiniz normal performans eyni deyil. Təqdimatlarda daha belə qəşəng göstərdilər, burası belə, bunu belə elədik, amma nəticə gələndə Daha sonra bir yenilik gəldi ki, bu mənə çox maraqlı oldu açığı. Telefonda qeyd etmədiyiniz bir nömrə var və o şəxs sizə zəng edir. Yəni tanımadığınız bir nömrədən. Avtomatik olaraq spam bölgəsi yaranır və siz onu spam bölgəsində görə bilirsiniz. Və sizə tanımadığınız nömrədən zəng eləyən insan sizə mesaj yaza bilir ki, mən tutaq ki, filan kəsəm, gəlmişəm sənin qapına, zəngi aç. Belə bir mesaj göndər, o mesajda avtomatik olaraq sizin artıq zəng bölgənizə düşür. Məncə çox yaxşı bir üsuldur. Məsəl üçün, tanımadığınız bir yerə gedirsiniz və həmin adamla zəng edirsiniz, zəngi açmır, sizə avtomatik zəngli mesaj deyək buna. Zəngli mesaj yazaraq artıq həmin adama nə üçün müraciət etdiyinizi bildirirsiniz. Bu var idi bəzi telefonlarda ki, avtomatik mesaj göndərə bilirdin, amma bu artıq avtomatik deyil, özün birbaşa nə istədiyini yaza bilirsən. Ana ekranın əsas görünüşü biraz dəyişdi. Məncə bu da çox maraqlıdır. Belə saat aşağı düşüb, biraz maraqlı tipoqrafiyadan istifadə ediblər. Cüzi dəyişikliklərdir, amma maraqlıdır. Yəni heç olmasa biz iOS 26-da maraqlı dəyişikliklər görəcəyik nəhayət ki. Daha sonra Azərbaycanlıların çox az istifadə etdiyi FaceTime-a maraqlı bir dəyişiklik gəlib. Bu çox bir gözəl bir yenilikdir. Demək tutaq ki, fransız biri ilə danışırsınız FaceTime-da və siz onun dilini yaxşı anlaya bilmirsiniz. Və nə baş verir burada? Fransızca danışan adamın tərcüməsini avtomatik olaraq YouTube alt başlığı kimi oxuya bilirsiniz. Məncə ən gözəl yeniliklərdən biri məhz budur. Çünki siz Apple-ın verdiyi tərcümə ilə artıq qarşınızdakı adamın nə deyəcəyini rahat bir formada bilmiş olursunuz. iOS 26-da iPhone-lardan başqa isə CarPlay-də bir dəyişikliyi gəlib. iPhone-u CarPlay-ə bağlayanda əməliyyat sistemi bildiyiniz telefon kimi olur. Çox maraqlı görüntülər var, indi siz də yəqin ki görürsünüz. Burada çoxsaylı dəyişikliklər etmək olur, əməliyyat sistemi dəyişib, telefonu artıq CarPlay-ə bağlamaq dediklərinə görə daha sürətli olur. Ən əsası, bizim yaralı yerimiz, biz iPhone 16-nı alanda, biz yeni iOS 18-i gözləyəndə biz üçün Apple Intelligence gəlir demişdilər. iPhone 16 da məhz bu adla satılmışdı ki, bunda Apple Intelligence gələcək. iOS 18-də Apple Intelligence biz də gözləyirdik. Apple Intelligence. Nə oldu? Gəldi, heç. İngilis dilini yalnız dəstəkləyir. Deyirlər ki, Siri ChatGPT ilə işləyəcək. Vallahi o da olmadı. Vallahi qardaşım o da olmadı. Nə ChatGPT, nə bir şey bildiyimiz elə adi Siri idi. İndi dediklərinə görə bu daha da təkmilləşib. Türk dilini dəstəkləyir. Rahat birimizi başa düşəcəyik. Bu səfər doğrudan deyirlər ChatGPT ilə dəstəyi gəlib işləyirik artıq. Nə bilim vallah. Görək başımıza nə gəlir. Öz fikrimə qaldıqda çox mükəmməl bir yenilik yoxdur. Yəni burada ən çox yenilik veriblər ki, telefonun şəffaf olmağı, şəffaf idarə edəcəksiniz, şəffaf mod var.
zənglər şəffaf olacaq falan belə bir şeylərdən bəhs olundu. iOS 26 isə həmişəki kimi sentyabr aylarında gələcək. Bu da təbii ki iPhone 17 ilə birgə gələcək. Necə ki iPhone 16 ilə Apple Intelligence gəldi. Bu da indi gəlir ki iOS 26 gəlir iPhone 17-də. Videonu bəyəndisə bəyənməyi, bir də abunə olmağı unutmayın. Sağ olun, görüşənədək.